Bura bizim bağ idi. Bağdan qalan nar ağaçları hamısı ən etibarlısı elə nar ağacıdır. Bir də əncir ağacı ilə dağdağan ağacı bizləri gözləyiblər. Kökündən bitiblər. İlbəl yandıqca inada bitiblər, acığa bitiblər. Sahiblərini gözləyiblər. Yandığı torpaqdan öz aparıq, əmanət aparaq. Uşaqlığımızın, kəsliyimizin ən gözəl günləri, ən mehriban günləri, atalı, analı, bütöv olduğumuz günlər. Hamısı bu evlə bağlıdır. Bu da bağımızdan, ata ocağımızdan, dədə ocağımızdan əmanət olaraq ağac aparıram. Yəqin ki, birazdan buraları da çiti ilə bağlı çürüyəcəklər. Olan qalan ermənidən yadigar qalan da, Allah erməniyə nəhlət eləsin. 5-10 ağaçdır, hansı ki vaxtında özümüz əkdiyimiz ağaçlardır. Əncir ağacıdır, nar ağacıdır, onlar biraz susuzluğa daha doğrusu dözümlüdür. İlbəl yanıqlar, bitiblər, onların kökündən nar çıxartmışıq, bir də əncir çıxartmışam. Bir də burada uşaqlığımızın, gəncliyimizin xatirəsi böyük bir dağdağan ağacı vardı. Onun dibində stolumuz var idi, yayda yığılırdıq dibinə. Qardaşlı, bacı uşaqları, bir dənə də küfiyerli var idi, uşaqlar, nəvələr, dədəmizin nəvələri yerlənirdi. Balaca bacılarımız yerlənirdilər. O da yanıbdı, onun da dibindən dağdağanlar çıxıb, o dağdağanlardan da əmanət götürmüşəm. Aparaq orada bir yerdə saxlayaq, əgər bitsələr. İnşallah arzu eləyək siz bitsin, bir də qaydanda ailə üzvlərimizdən kim qaydacaqsa, inşallah onlar da gətirər əkərlər yeni ocaqlarında. Allah hər kəsə arzusunda olan, hər kəsə bu yerlərdə yaşamağı, yaxşı olardı ki, hər öz ata ocağında, hər öz böyüdüyü ocaqda, torpaqda məskunlaşardı. Nə bilim, indi plana uyğun nə olacaqsa yenə də dondarlı olacaq. Onda da gətirib bağımızda, bağlarında əkilər. Allah tezliklə bizə burada köçməyi nəsib eləsin. Allah bizləri bura gətirən, qanları bahasına, canları bahasına gətirən şəhidlərə rəhmət eləsin. Qazilərimizə Allah sağlıqlı ömür nəsib eləsin inşallah. İnşallah.